Siyasətin izahlı lüğəti efirdədir. İmperator 4-cü Dövlət Dumasının fəaliyyətini dayandırır. Buna etiraz olaraq fəhlə və əskərlər Duma zalına axışır. Rusiyada 1917-ci ildə fevral inqilabı niyə olmuşdu? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. 1917-ci ilin fevral inqilabı Rusiyada sosial, iqtisadi və siyasi böhranların uzunmüddətli nəticəsi idi. Çar 2. Nikolayın avtoritar idarə etməsi, 1-ci Dünya müharibəsinin gətirdiyi iqtisadi, hərbi itkilər, sosial ədalətsizlik və kənd təsərrüfatında qeyri-effektiv islahatlar inqilabın əsas səbəblərindən biri kimi qəbul edilə bilər. Çar rejimi xalqın tələblərinə cavab verə bilmirdi və hakimiyyətə qarşı etirazlar günbəgün artırdı. 1-ci Dünya müharibəsi Rusiya üçün böyük itkilərlə nəticələndi. Ordu zəif təchiz olunmuş, əskərlər arasında ruh düşkünlüyü geniş yayılmışdı. Eyni zamanda müharibə dövründə ərzaq çatışmazlığı və qiymətlərin kəskin artımı sosial gərginliyi daha da artırdı. Şəhərlərdə işsizlik və yoxsulluq geniş yayılmışdı. Fabriklər bağlanırdı və kənd təsərrüfatı məhsuldarlığı xeyli dərəcədə aşağı düşmüşdür. Siyasi baxımdan Çar 2. Nikolay parlament olan Dövlət Dumasının fəaliyyətini məhdudlaşdırmış, müxalifət nümayəndələrini təqib etmiş və xalqın siyasi hüquqlarını məhdudlaşdırmışdır. Bu isə xalq arasında narazılığın daha da artmasına səbəb olmuşdur. Fevral inqilabının birbaşa səbəbi Petrogradda, yəni indiki Sankt-Peterburqda baş verən çörək qıtlığı və fəhlə tətili oldu. Qısa müddət ərzində tətil ümumxalq etirazına çevrildi və əskərlər də üsyana qoşuldu. Çar 2. Nikolay hakimiyyətdən, yəni proseslərin gedişində Çar 2. Nikolay hakimiyyətdən əl çəkmək məcburiyyətində qaldı və nəticədə Rusiyada müvəqqəti hökumət quruldu. Fevral inqilabı Rusiyada çarizmin süqutuna və yeni siyasi dövrün başlanğıcına səbəb oldu. Ancaq məlum olduğu kimi müvəqqəti hökumət də ölkədə sabitliyi bərpa edə bilmədi və oktyabr ayında bolşeviklər tərəfindən devrildi.